Salam xanımlar, herkese hər birinizi salamlayıram. Bugün yeni bir vloga başladım. Günorta belə özümə piraşki hazırladım. Daha sonrası Temu və Trendyoldan gələn bağlamalarımı bir-bir açıb sizə göstərəcəm. Bir də özümə geyimlər almışam, onları da göstərəcəm. Qızlar, birinci ev geyimini açıram. Bu belə bir ev geyimidir. Trendyoldan sifariş vermişəm. 11 manata sifariş verdim. 50 razmer. İkinci ev geyimini açıram. Bunu da açıb göstərim sizə. Kızlar, bu da ikinci bir ev geyimidir. Bunu da 50 razmer sifariş vermişəm. O biri göstərdiyim nazik idi. Bu biraz ondan qalındı. Qara renk. Bunu da 14 manata sifariş verdim. 2 məhsul qaldı. Bu ətir olmalıdır. Bunu da açım. Açacağım. Bakın necə paketli görürsən mümkün. Açın. Göstərim sizə. Kızlar, baxın açdım. Bu belə bir ətirdir. Katondan sifariş vermişəm. Kızlar, qoxusu çox qəşəngdir. Belə açıq iyisi var. Çox şirindir, çox tünd, çox xoşuma gəldi. Bəyəndim bunu. Bir də belə bir Flormardan gözaltı konsiler sifariş vermişəm. Onu da açıb indi sizə göstərəcəm. Böyle paketlere koyacağız. Malzemesinde. Böyle bir konsilerde Flormar'ın rengini diyeceğim size. Tek rengi 02 nömrəsi de məndəki. Bunu da istifadə edəcəm. Baxacağım görüm necədir. Kızlar, hamısı çok hoşuma geldi. Ben bunları hamısının noyabr ayında indirim olduğu için hamısını indirimlə geldi mənə. Her birini çok beğendim. Kızlar, Temu bağlamam da gelip onu da açıb indi sizə göstərəcəm. Böyle bir kaşlok sifariş vermişəm. Pul kaşloku. Böyle bir kutuda gelip indi açıb göstərəcəm. Bunun qiyməti 16 manat idi. İndi orada qiymətlər dəyişir ya. Hal-hazırda qiyməti bilmirəm neçədir. Ama çok qəşəng paketliklər bunun. Böyle bir paketin içindedir. Kızlar, bakın. Böyle bir şeydir. Çok qəşəngdir. Material da qəşəngdir. Böyle bir şeydir. Burada kartları koymak için. Burada xeyli yer var öyle kartları koymak için. Burada da var. Böyle içerisi bu renkdedir. Böyle kağıt pulları koyabilirsiniz. Bir de böyle bir qəpik yeri var. Çok qəşəngdir kızlar, çok hoşuma geldi.
Bu belə. Bu mən Farmland oyununda qazanmışdım. Bunu açıb sizə göstərim. Belə bir qab, orada Farmland oyunu var. Orada qazanmışam. Açıb göstərim sizə. Belə bir bambudan ləpə qabı, yəni hər bir şey yığa bilərsiniz məncə bura. Ləpə, yəni çərəzlər. Çox qəşəngdir, çox xoşuma gəldi hər biri. Belə bir paketə qoyublar bunu açın. Belə bir şeydir. Çox qəşəngdir. Qızlar, Əcəmidə bir neçə mağazalar vardı. Oradan da özümə geyimlər aldım. İndi açıb bir-bir sizə göstərəcəm. Belə bir cins şalvar götürdüm Pulit mağazasından. Bu da endirimdə idi. 45 manatdan 40 manata düşmüşdü. Daha sonra isə belə bir klasik şalvar götürdüm. Bu da 32 manata düşmüşdü. Belə Fardi mağazasından belə bir kurtka götürdüm. Bu da 30% endirimdə idi. 175 manatdan səhv etmirəmsə endirimlə düşmüşdü. 120 neçəyə isə. Bir də belə bir kofta götürdüm Ferran butikdən. Fardi mağazasından elə bir dənə belə bir don götürdüm özümə. Bu da 30% endirimdə idi. 145 manatdan 110 neçəsə düşmüşdü. Rəngi qəhvəyi rəngdir. Bilirsiniz də bu il bu rənglərdədir. Ferran butikdən bir dənə də belə bir kofta götürdüm. Bunun da qiyməti 24 manat idi. Qəhvəyi rəngdir. Əcəmidə ayaqqabı mağazaların birindən belə bir ayaqqabı aldım. Tamido firmasıdır. 70 manatdan 65 manata aldım. Bunu da belə açıq krem rəngindədir. Bu da çox xoşuma gəldi. Hündürlüyü də normaldır. Qızlar, bu tonal krem mən Olivia mağazasından almışam. Bu yağlı dəri üçün olandır. Mat tonal kremdir. Belə bir pomada aldım Olivia'dan. Hər ikisini də endirimlə almışam. İndi çəkidə sizə göstərəcəm. Ümumi məbləğ 38 manat 98 qəpik tutdu. Hər ikisinə də endirim olunub. Qızlar, sizdən xahişim kanala abunə olun və rəylərdə də öz fikirlərinizi bildirməyi unutmayın.